yeməklərlə bitirdim. Ona görə də ancaq axşamlar, günortadan sonra salat. Və nə edirik? Bugün qarğıdalı, zeytun, kahı, qırmızı kələm, yumuşam qıraqda qalır. Deməli, nə edirik? Çox dadlı bir salatdır. Toyuq filesini qaynadırıq. Kahlarımızı doğrayırıq. Həqiqətən də insan istəyəndə bacarır. Gördüm ki, artıq 72 kiloya çıxmışam. Dəli oldum da, yəni bir anda. Hamısı yağlı yeməklərdəndir. Heç, yəni ara vermirdim də mən. Ancaq yeyirdim, amma tək olmaz. Kofe də içirəm, 5-ci gündə artıq. Artıq 3 ildir. Yenilənib də bilirsiniz qıflarımız. Baxın, 5 dənəsini içmişəm. Mükəmməl. Gün ərzində də mütləq bol-bol su. Bax, maşında yol gedirəm, yanımda su. Belə iş görürəm, yanımda su. Çox qəşəng nəticə verir bu kofe. Mükəmməldir. Və təbii ki, güclü iradə lazımdır ki, mən arıqlayacam. Mümkün deyil. Yəni, insan özünü buraxanda artıq qarşısını almaq olmur. Ona görə də mütləq şəkildə arıqlamaq lazımdır. Deməli kahını doğradıq üzərinə. Bunu siz toyuq filesiz də eləyə bilərsiniz, yəni. Zeytunlarımızı doğrayırıq. Siz qara zeytunla da eləyə bilərsiniz. Tamamilə zövq məsələsidir. Zeytunları əlavə eləyəndən sonra qarğıdallarımızı əlavə edirik. Fileni qatmağın səbəbi doyumlu olsun deyə. Mən yemək yemirəm gün ərzində. Ona görə istəyirəm ki, doyumlu olsun. Siz filesiz də eləyə bilərsiniz. Yəni, doyumlu olsun istəmirsiniz. Azca zeytun yağı əlavə edirik. Çox az, yəni çox gərək yoxdur. Bəsdir. Olmazsa olmazımız təbii ki. Azca duz və qarışdırırıq. Belə görünür və dadı inanın ki, çox mükəmməldir. Mənə nuş olsun, siz də həmən xaladenikinizi açın, evdəki malzəmələrlə eləyin. Hələlik.